Salam əziz dəyərli Az Xəbər TV-nin izləyiciləri. Bugün Xurdadın 17-si iki mövzu ilə Əkbər bəy Dilməqani ilə danışacağıq. Birinci mövzu Azərbaycan milləti silahlanmalımı yoxsa yox? İkinci mövzuda keçənlərdə Ərdəbilli İlahi Hüseyn Nəcadın öldürülməsi moridində və Fars mediasının bu moridi etnik bir kimliyə bürüməsi üzərində söhbətimiz olacaq. Xoş gəlmisiniz. Xoş gördük Sayın Mehdibəy Nərimanı. Az TV xəbər izləyicilərinə buradan xoş gördük deyirəm. Dilməqani bəy, birinci mövzumuza keçərsək, Güney Azərbaycan xalqı silahlanmalıdır yoxsa yox? Bunun səbəblərini danışacaq. İki tərəfli bir bəhs eləyəcək. Görək, Güney Azərbaycanın milləti bugünkü durumda silahlansa millətin mənfəətinə mi olur, zərərinə mi olur, gələcəkdə nə olur və keçmişdə nələr yaşanmış? Mehdi bəy, mən izin versəz başlayayım, qonunun düşündüklərini mən deyim. Birincisi, buna biz diqqət etməliyik ki, millətimiz özünü kimdən qoruyur və niyə qoruyur? Və bu müdafiə sistemində nələrlə özündən müdafiə etməlidir? Və önündəki bu gerçəkdən bir qəddar düşmən vardır. Türkiyə qarşı və vətənimiz Azərbaycana qarşı gerçəkdən böyük bir saldırı vardır. İqtisadi saldırı vardır, etnik saldırı vardır, doğa saldırı vardır. Bu illərdir devam edir. Buraya qədər biz özümüzü müdafiə edə bilməmişik. Urmu gölümüzü qurutdular. Şəhərlərimizin adlarını dəyişdirdilər. Normal insan haqları insanlarımız uşaqlarının adlarını Türkçə qoya bilmirlər. Türkçə danışmaq çox yerlərdə qadağandır. Milli fəallarımız zindandadır. Azərbaycanın yer qaynaqları talan olur. Yerlə yeksan olur. Bunların qabağında, bunların önündə biz özümüzdən nəzir edə bilirik. Acaba burada silahlı bir mübarizə gedir. Doğrudur. Bir dənə bizim hərəkətimizdə bir özəllik ki vardır. Bizim milli hərəkət sivil bir hərəkətdir. Amma nə zamana qədər sivil? Kimin qabağında biz sivilik? Təpədən dırnağa bizim düşmənimiz Fars faşizmi, rejimi təpədən dırnağa silahlıdır. Bu da silah vasitəsilə indi Kürt terrorizmini bizim Azərbaycanda yayılır. Bunun qabağında acaba çomaq ilə ki, iki istifadə bizim bəzi insanlarımızın əlinə verdilər. O cür biz rejim qabağında dura bildik ki, gerçəkdən bu olmaz, olarsız bir şey deyil. Olsaydı, indiyə qədər biz cavab alırıq, Mehdi bəy. Ağır bir durumdur. Siz nə düşünürsünüz, Mehdi bəy, bu konuda? Tarixi sürəcə də baxmalıyıq. 1979-da İran İnqilabı Cumhuriyyətinin, İslami Cumhuriyyətinin başlanmışından sonra bildiyiniz kimi sizin şəhərlər dövrbəndədir ki, sizin orada canlı şahidlərimiz də var hala. Sulduzdur, Səlmasdır, Urumiyədir. Bu bölgələrdə Kürt terror saldırılarına məruz qaldı. Bir çox evlər ota verildi. İnsanlar evlərin içində yandırıldı. Bunun bir səbəblərindən biri ki, millət özünü müdafiə eləyəmədi. Millət silahlı deyildi. Yəni, güc bir-biri ilə təadülü yoxdur. İndi də onu yaşayırıq biz. Mən özüm müdafiəçisiyəm bu məsələnin. Hətta belə müdafiəçisiyəm ki, gələcəkdə əgər bir İranda sistem dəyişikliyi olursa, biz məcburi halətdə, mən özüm istiqlalçı birisiyəm, həqqi təyin sərnişdə inanan birisiyəm. Amma gələcək elə bir cür oldu ki, dünya razılaşmadı və biz federal bir sistemə getdik. Federal sistemdə də bizim silahlı qüvvətlərimizin olması məcburiyyətdir. Yəni, birinci əslimiz budur ki, bizim silahlı qüvvətimiz olsun.
Silahlı qüvvətimiz olmadığı zaman biz hər tərəfdən silahlı örgütlərə məruz qalacağıq. Temanın Ermənistan bölgəsində asalası olsun, aşağıda Kürt terror qrupları olsun, PKK, PJA, KOMİLə, bu tərəfdən Farsların silahlı qüvvələri olsun. Çünki ölkə onların əllərindədir və ölkənin tüm silahları onların əllərində. Yarın İranda bir dəyişiklik başlarsa, biz əgər silahsız olursaq, biz bu oyunu utuzacağıq. Yəni əslən qaçınılmaz bir mövzudur. Amma bunun avantajları da var, dezavantajları da var. Bunu nə cür bir şəkildə qurulması lazım ki, dünya bunu terror qrupu görməsin. Çünki bir millətin qurtuluşu üçün silah lazımdır. Hətta bu dəyişə də bilər. Baxın, ən yaxında şahid olduğumuz bir məsələ Suriyə idi. Əhməd Şəhərin bir qrupu vardı, Təhrir-ül-Şam, terror qrupu idi. Amma ölkəni ələ keçirdikdən sonra dünya bundan razılaşdı. Çünki ölkəyə sübut gətirdi. Terror qrupundan oldu bir dənə dövlət sistemi. Yəni bunlar millətin qərar verməsi ilə təyin olunur. Millət istərsə. Millət istəməsə, tabii ki, böyük bir iç savaş yaşanır içəridə. İndi bu məsələ biz nə cür quracaq, nə cür söhbət olunacaq bu məsələ? Bu məsələnin üstündə söhbət olunmalıdır. Nə tək aktivistlər, təşkilatların içində də və millətimizin içində də bu söhbət olunmalıdır. Sizin nəzərinizdə nədir bu mövzu? Mehdi bəy, bu konuyu tabii biz bilgimizə görə bu konuyu danışırıq. Amma bu konunu tam təhlil edən və qələmə alan bizim nizami qüvvələrimiz vardır ki, İran rejimindən qaçıb neşdə yaşayırlar. Ən azından bunları gətirib bizim proqramda danışdırmamız lazımdır. Çünki bunlar canlı savaşın içində olurlar bunlar. İran-Irak savaşının canlı şahidlərdir və İran adlanan ölkənin nizami qüvvələrində önəmli qollarında çalışırlar. Bunların təcrübələrini bizim millətimiz canlı yararlanmalıdır. Və burada bir dənə nöqtəyə diqqət eləməliyik, Mehdi bəy. Silah dediyimiz indi İranda silah qadağandır, yasaq. Baxın, rejimin bir kifir taşıyıcı vardır. Özellikle bu siyasi insanların üzerinde. Bəzi gətirilə görürlər milli faallardan, ya siyasi rejimə qarşı faallardan bir dənə atı tutanmırlar. Rejim gətirir bunların evinə, ya arabasına, ya bir cürəsi bunların evinə, cibinə, çalışdığı yerlərə müxəddərə maddələr qoyur. Və gətirir, silah gizlədir. Sonra öz amirlərini göndərir, burada bunları tuturlar. Bu adamı müttəhəm edirlər ki, sən terrorizmi yaymaq işi ilə məşğulsan. Müxəddərə alver edirsən, sən siyasi dəyilsən, rejimə qarşı dəyilsən və millətin gözündə bu milli faalı və siyasi adamı bir cürə küçültürlər, dünya səviyyəsində də bir cürə terrorist adlandırırlar. Tabii ki, bizim silahımız hər evdə ən azından bir silah olması lazım. Sabah ağır bir şəraitdə hər kim öz ailəsindən difə eləməlidir. Amma diqqətli olmamız lazımdır ki, burada rejim boşu-boşuna gətirib bir əngi vurulsun. Təbii ki, bu silahları hansı yolu ilə alacaqlar, insanlarımız yaxşı bilirlər. Doğrudur, iqtisadi vəziyyət xarabdır. Amma burada indi elə bir durum gələ bilər ki, silah gün çörəyindən vacib ola bilər. Çünki torpağı və ailəvi olmağa silahla qoruyacaqsan. Buna görə bu məsələyə diqqətli olmamız lazımdır və mən də bunu savunuram ki, silahlı olmamız gərəkir. Amma ən azından silahda olursa, insanlarımız, ailələrimiz evlərində bu silahları saxlamasalar daha yaxşı olur. Müxtəlif bir yerdə saxlayacaqlar, evlərindən uzaqda. Elə bir zamanda olacaq ki, yəni qısa bir zamanda bu silaha əl tapmaları lazımdır. Buna görə bəzi nöqtələr vardı, strateji məsələlər. Bunları da təbii ki, önümüzdəki proqramlarda
Bir çox bizim milli fəalımız vardır ki, gerçəkdən bu konuda təcrübəlidirlər. Onlardan nəzər alacaq və onların təcrübələrini insanlarımızla paylaşacaq. Çox doğrudur. Amma bu məsələni biz təşkilatlar arası söhbət olunmalıdır. Çünki biz istəmirik Qarabağ olayı və ya Sulduz olayı yenidən yaşansın. Və biz bunu elə bir cür bərnaməyə salmalıyıq ki, dünyanın gözündə terror qrupu görünməyək. Rejim çalışar ki, bu məsələni iç savaş müdaxiləsinə yürütsün və bir çox insanımızı bu səbəbdən edam eləsin. Onun üçün birinci illətlərdən biri ki, bu məsələyə girməmiz lazım. Birinci özümüzü qorumamız lazım. Yəni bir savaş başlarsa, yenidən silah araşdırma yerinə savaşa girməmiz lazım. Çünki biz o zaman durub silah axtarsaq, zaten kaybetmişik bu məsələni. Doğrudur. Təşkilatlar bunu nə cür dövlətlər arasında diaspora qrup və bunu danışmalıdır ki, bu məsələ özgürlük üçündür, özümüzü qorumaq üçündür və bunu çox əmniyyətli bir şəkildə yürütməlidir. Amma ən önəmlisi, millət bu məsələyə önəm göstərməlidir. Millət əgər bu məsələnin arxasında durarsa, biz bu məsələni ilk başdan qazanmış oluruq. Baxın, məsələn, Kürdlərin Kulver dedikləri bir çox silah daşıyırlar içəri. Onlar hazırlıqlıdırlar və hər gündə hazırlıqlanırlar. Modern silahlara əlləri çatır. Suriyedən olsun, Əraqdan. Biz bunu ayarlamalıyıq. Hər nəhvinə doğru olsun. Afrikada savaş gedəndə, orada məsələn, savaşın içində ola bilir ki, şəhərlərdə bomba patlayıb, silahlı mübarizələr olub. Heç bir zaman opozisyon bunu məhkum eləmir. Heç bir zaman təşkilat bunu məhkum eləməməsi lazım. Bu kontrollu yürütməsi lazım ki, bu iş iç savaşa çəkilməz. Millət özünü qorumaq üçün silahlanmalıdır. Amerikada da bu cürdür. Amerikada hamının birdən çox silahı var. Niyə? Birinci səbəb özünü qoruyur. İkinci səbəb məmləkətini qoruyur. Yəni toprağını. Biz gərək bu səbəbləri öz nəzərimizdə alaq və milləti buna inandıraq. Amma öncədən, Səttarxan dönəmində bizim millət aslında silahlı idi. Biz nə cür oldu, biz silahı əldən verdik. Silahı qoyduq yerə. Qoyduğumuz zamandan da belə utuzmuşuq. Türkiyənin bunda çox etkisi var. Türkiyə bizə milliyyətçilik yaydığı zaman, Türkiyədən bizə milliyyətçilik axdığı zaman silahlı olaraq deyil. Bunu bir kimlik olaraq, hətta dini yapıda belə bu məsələ bizim içimizə girdi. Və biz o zaman silahı qoyduq yerə. Və bu bizim ən böyük yanlışımız oldu. Silahı qoyduğumuzdan yerə dövlətdə nüfuzu, qudrəti, hər şeyi əldən vermişik. Bu gün sizin dediyiniz kimi, uşağımızın belə adını biz seçənmirik. İndi bu silahlı mübarizənin avantajları və dezavantajları var. Bunu sizdən duyaq. Mehdi bəy, bax, bir dənə bizə də diqqətini dağıtır. Biz indi torpağımız Fars şovinizmi tərəfindən müstəmlə halındadır. Sizin dediyiniz o ölkələr ki vardır, ən azından bunların məclisdə və o ölkədə ikinci bir hizbləri vardır ki, elə bilir insanları qoruyar. Amma bizim dövlətimiz yoxdur. Bizim silahlı qüvvəmiz yoxdur. İndi 30 milyon, 35 milyon biz bir millətik. Bu millət özünü qorumağa, təbii ki, Cumhur-İslami, Fars şovinizmi Azərbaycanı özünə düşmən görür. Bütün millətini düşmən görür. Önümüzdəki qonuda danışacaq bu qonu. Necə bizi düşmən görür. Bir dənə normal bir addan onlar istifadə edirlər, gətirib bizim özümüzə qarşı istifadə edirlər.
burada bizim indi silahımız olmasa əlimizdə, kimdən biz duracaq, silah istəyəcək? Türkiyə qardaşımızdır, Azərbaycan qardaşımızdır. Onlar İranda məmnun düşdüğündə, onlar yetirlə bizi qırıblar. Gerçekten çok kritik bir durumlar. Selmas kimin, Urmu kimin, Soluz kimin, Hoy kimin bölgeleri sınıra yakınlar. Bunlar sabahları İran içerisi barıştı. Hemen içeriye bunlar eşitten teröristler sızacak. Doğrudur. Bizim nizami qüvvələrimizdə vardılar içəri. Nizami qüvvələri, ərteşdə və Sipahanın özündə də çox insanlar vardılar ki, millətə tərəfdirlər. Amma bunlara heç vaxt bir bağlama olmaz. Bir cürəsi bunu siz buyurduğunuz bu təşkilatlar en azından bir yere yığılıp bir güçlü bir göstəri göstərməlidirlər ki, dünya bunları qəbul edə. Deyə bax, bunlar bir millətin savunucusudular. Bunlara güvənib, bunların vasitəsilə insanlara biz silah verə bilirik. Yoxsa millətə gətirib silah dağıtsın, nə millət silahın işlətməsini bilir, birbirini öldürər. Tabii bizim millətimiz nizami bir millətlər. Yani özünü qorumağı da bilmir. Bu milləti qabaqcadan hazırlamamız lazımdır. En azından sınırlardan qıraqda bizim bir tipimiz, ekibimiz olmalıdır ki, sabahlar bir moviyyət içəridə əl verdi, bu ekibi biz içəriyə soxar, en azından şəhərlərdə insanları silahlandırsın. Hatta bu da bir önemli mesele çünkü geniş bir zaman alır. Buyurun. Çok doğrudur. Bu məsələni uyğun bir zamanda tam detaylı olaraq açıb və danışmalıyıq. Və bu məsələni açdığımızın bir səbəbi də təşkilatların bu məsələyə girməsi lazım. Uluslararası örgütləri, uluslararası gücləri buna iqna eləməsi lazımdır. Bu məsələyə onun üçün girdik. Zamanımız az olduğu için ikinci məsələyə də girməmiz lazım. İkinci məsələdə bildiğiniz kimi Azərbaycan Türk qızı İlahə Hüseynnicad Tehranda belli olmayan səbəblərdən qaçırıldı. 10 günə yaxın xəbər alınmadı və bir gün ortalıq qarışdığı zaman və İranın bu yeni nüvə məsələsində İran bunu rədd elədikdən sonra maalesef cəsədini buldular. Və yenidən sosial medyada bu çox alevləndiyi üçün gətirdilər bir nəfəri yaxaladılar. Dedilər ki, biz bunun qatilini tutmuşuq və bunu cəzalandıracaq. Amma məsələ burada ilginçləşdi ki, tərəf ilk tutub gətiriblər. Əvvələn dürbünlərdə görüşmür ki, tərəfin üzü kimdir. Əslən məlum deyil. Biz bunu da yayınladıq. İkinci məsələ İlahə Hüseynnicadın səfəsində 1401 etirazlarına qarşı yayınları var. Highlightında birçok edama qarşı yayını var. Və bizim araşdırdığımıza görə və Vizarət İttilaat tərəfindən oğurlanıb və bu qətlə yetirilib. Yenidən bir nəfəri tutub gətiriblər və o da Ərdəbillidir. Yəni ikisi də bir şəhərdəndir. Algılamaya çalışırlar ki, xanivadəci bir məsələ var. Gətiriblər, televizyonun qabağında bunu danışdırırlar və danışdırdıqlarında da arkada bir polis var. Agah məmurudur. Bundan etiraf almaya çalışırlar, bu qəbul eləmir. Sonunda buna deyirlər ki, sən öldürübsən. Arkada bir agahı məmuru deyir ki, yaxçı eləyib öldürübsən. Bu film çox yayıldı sosial medyada. Və Fars mediası bu məsələdən sonra 2 dənə olay oldu. Güney Kore'də bildiğiniz kimi İranın Fars sporcuları gedib Güney Kore'də bir qıza təcavüz eləyərək orada yaxalanıblar. Amma bunların nə milliyyətinə, nə şəhərlərinə vurğulanmıyor. Amma nə yazıq ki, Fars mediası bu İlahə Hüseynnicad macərasında yaxalanan birisinin biriminci böyük titridə yazıb ki, bu öldürən Ərdəbillidir, yəni Türk. Bunun nicadına və şəhrinə vurğu yaptılar.
Sizin nəzərinizdə indi biz bunu yaşayırıq. Bu olay ırqçı bir davranışdır. Bu olay sizcə içəridə nə yankılanır? Bu məsələ yine qədir bizim bir eski tariximizə qədir. Eski də deyil, müasir tarixdir, yaxın tarix, yüzünün içindədir. Pəhləvilər dönəmindən biz oxumuşuq kitablardan, filmlərdə görmüşük. O zaman Türkçe bilim danışsaydı okulda bir tane sandık koydular ki bu sandığa cərimə atırdılar. Yani cəzalandırırdılar uşaqları ki Türkçe danışmağa. Ve bildiğiniz kimi o zamanlar bizim şəhərlərimizin, dağlarımızın, daşlarımızın adını bunlar durdular Türkçeden Farsçaya dövdüler. Bu siyaset asimile ve elinasyon siyasetinin devamında geldi getirdi Cumhur İslamı. Yani Cumhur İslamı Mallar rejimi Pəhləvilərin devamıdır. Cumhur İslamın özünde de dikkat edersek bunların bu inqilabından sonra birçok filmlerde, dizilerde tüyləri aşqalçı gəldiler, göstərdilər. Tüylərin hücrəsi, oğru adamları Türk göstərdilər. Hücrə, müxəddərə, mortatları Türk göstərdilər. Ondan sonra dava edən, bıçaq çəkən insanları Türk göstərdilər. Bunların amacı budur. Türk'ün kimliğiyle ve varlığıyla İran adlanan yerde bunların sorunu vardır. Buna göre bu 3 nəfər adam ki Kore'de təcavüz edildilər. Ondan sonra bir nəfər də vəznəbərdarı, atıcı, dəmir atıcı alətinin sporcusuydu. Bu adamı da oğlu usta tutdular. Və 4 nəfər oğlu bunlar. Bunların yanında kimlər də vardı. Bunlar da tabii ki açıqlanmır. Fars rejimi ve içerideki gazeteler, medya ve eşikteki opozisyon. Bunların bu Fars opozisyonları var. Mesela İran'a rejime muhalifler. Bunların hamısı bu adamların değiller ama adına aparmıyorlar. Mesela bunların biri Əraşlıdır, biri İsfahanlıdır. Yanılmasam hepsi de bilmiyorum. Okudum, yadımdan çıktılar. Bunlar neden açıklanmır? Tabii ki opozisyonun birçok insanı yani 90%'nin çoxu bunların Farslılar ve bunlar da öz ırqlarına çok önem verilir. Tabii nazil oldu bak burada sen Farssan, senin geçmişin özüne göre var, benim geçmişin özüne göre var. Nazil oldu bak Qazalılardan önce miniller boyu İran adlanan yerde biz yaşadık, bir devlet kurduk. Nazil oldu, indi siz 120 milyarımız hakim olmuşsunuz bizim torpaqlarımıza. Bizim öz torpağımızda özümüzü, adımızı da yasaklandırırsınız. Ve bilerek bunlar bize düşmanlık edirlər ki, deyirlər, bu adam Türk'üdür. Türk xaşin olar, Türk dava edən olar, Türk'e güvenmək olmaz. Bunlar hamısı Fars medyasının bilerek işidir ki, bizim millətimizə qarşı, torpağımıza qarşı geçidir, edir bunları, yapır. Və millətimiz də ayıqdır, bunları heç vaxt yemez, tutmayacaq bunları. Bu olaylarda, qabaqçı olayların tayı sosyal medya vasitəsilə insanlarımıza bizim çatdırılır və bu cür deyil ki, yəni indi Fars medyası ya rejim bir işi istəyən görəv otura yerinə. O cür deyil. Bu adamların da adı açıqlanmış ki, Farslılar, biz demirik Fars pis adamdır. Ama burada mesele şovinizmi Farsi diye bir şey var. Yani Fars etnikinin bütün İran'daki milletlere ve ırklara üstün görmektir. Buna göre büyük bir siyaset ve derin bir siyaset gelir ki milletlere karşıdır. Ve indi burada bu Ərəblər də bunu bilirlər, Türklər də bilirlər, hatta Kürtlər də bilirlər bunu. Orada yaşayan insanlar bunu yaxşı qavrayırlar. Bir tane bir konu vardır burada, çok göze çarpıcı bir konudur. Bu da bu ki Azerbaycan'ın ve Türk toplumunun geçmişten bugüne geldiği bir tane bir
önemli bir varyant vardır ki Farslarla ve o birisi milletlerle bizi farklandırır. Burada bir tane bir kadın faktörü vardır. Kadın faktörü bizim toplumumuzda erkeklerle beraber bir sahnelerdir, bir seviyede geliptir. Yani geçmişte bizim Türk devletlerimiz olubdur, imparatorluklarımız olubdur. Türkler, Türk kadınlar bizim kişilerle beraber hem bunlar lider olublar, hem rehber olublar, hem şah olublar. Biz indi bizim karşımızda olan Fars toplumuna baktığımda ki bizi müstəmirə ediblər və kültürümüzü, var-yoxumuzu elinə etmək məcburiyyətindədirlər bunlar. Etməsələr bizim kültürümüz Fars kültüründən daha yuxarıya çıxacaq. İndi bu yüzden Farsların biz kültürünə baxırıq, öz dedikləri tarixdir. Bunların tarixində və bunların kültüründə qohumla evlənmə vardır bunların zadında. Toplumunda, bunların kültüründe bir bacı kardeşle evlenir. Ama Türk toplumunda böyle bir şey yok. Bunlar görsen bacı gelipdir kardeşle beraber bir yatakta yatırlar. Anayla uşaq bir yatakta yatırlar, evlenirler bunlar. Bunlar demir ki biz bir millət aşağılayaq. Onların kültürüdür. Bizi de bu önemsenir. Bize de rəbti yoktur. Ama burada önemli mesele budur ki bizim toplumumuza, bizim insanlarımıza bunlar ahlaksız bir ad koyurlar. Deyirlər Türkler böyle bir ahlaksız işlere yüz yatırırlar. Bunu demek lazımdır ki müstəmirədə olan bir millet bunun artı olmaz. Tabii 100 yıldır biz müstəmirə şəklindəyik biz. Ona göre bizim toplumumuz özünü savunaraq buraya getiribdir. Hələ-hələdir bizim Azərbaycan bölgələrimizdə insanlıq və ailəyə önəm vermə bizim toplumda vardır. Ki bütün dünyada adla gedir bu. Azərbaycan dediğinde yani ailəyə bağlı. Bunları nəzərdə alaraq Fars şovinizminin bize yapıştırdığı bir tane bir engidir ki sizler bizi aşağılayalar. Ve milletimiz de buna ayak olmalıdır ki buna yol vermemelidir. Buyurun Mehdi Bey. Doğrudur. İndi ama mesele buradan başlayır ki biz 100 ildir bizim kültürü başka bir kültür ezmeye çalışır. Ve o kültür maalesef bizim içimizde de yayılmaya başlayır. Onun için her ne kadar tez bu kültürden özümüzü qutarsaq, biz daha gələcəyə ümidlə baxa bilərik. İndi məsələn baxırıq Fars kültüründə dediyimiz kimi özləri də etiraf edirlər və hətta biz də onu paylaşmışıq. Doğrudur. Bunlarda ailə içində evliliklər var. Dərhali ki, elmi cəhətdən belə bu yanlışdır. Çoxlu noxoşçuluqlar vardır. Ama Fars toplumunda bu vardır. Biz her ne kadar öz toplumumuzu ayrı, müstakil bir devlet kurmayınca bunların yanlış kültürü bizim içimizde de böyüyecektir. Tam doğrudur. Onun için dərhal biz bu kültürden ayrılıp öz ölkəmizi kurup ve özümüzün istediğimiz kültürü yaşamalıyıq. Başkasının əsarətində başkasının kültürünü yaşamaq yanlışdır. Tam doğrudur Mehdi Bey. Mehdi Bey sanırım ki zamanımız bitmiştir. Teşekkür ederim ki bu konuları paylaştığınız için ve gelen konulara da eminim ki bir önemli ve değerli konularla insanlarımızın, milletimizin evlerine konuk olacaq. Sağ olun Mehdi Bey. Çox təşəkkürlər. Az Xəbər TV izləyicilərə də təşəkkür edirik. Gələcək ümidi ilə görüşərik. Hələlik.